Sən hələ də elə düşünürsən ki, səni kimsə aldadır, manipulyasiya edir, irəli getməyinə mane olur. Düzdür. Amma bunu edən konkret insanlar deyil. Sənin cahilliyindir. Dünyada iki növ insan var. Bilənlər və yönləndirilənlər. Bilməyən insan öz iradəsi ilə yaşamır. Sadəcə başqalarının planını icra edir. Seçim etdiyini zənn edir, amma o seçim çoxdan onun yerinə edilib. İnsanların çoxu mübarizəyə silahsız gedir. Bədənləri var, amma beyinləri yuxudadır. Sözləri var, amma təsiri yoxdur. Danışırlar, amma fakt bilmirlər. Etiraz edirlər, amma əsası yoxdur. Və ən təhlükəli olan, öz cahilliklərini fərqində deyirlər. Bax, belələri həmişə məğlub olur. Sonra da sual verirlər. Niyə həyat məni seçmədi? Həyat səni seçmir, çünki həyat hazır olanı seçir. Oxumaq sadəcə kitab vərəqləmək deyil. Bu, özünü gücləndirməkdir. Bir nəfər oxuyur ki, cavab tapa bilsin, digəri əmr qulu olmamaq üçün oxuyur. Bir başqası güc toplamaq üçün oxuyur, araşdırır. Bilmək, düşünmək, analiz etmək, bunlar təkcə intellekt deyil, silahdır. Ağıllı insan informasiyanı yığır, çevirir, istifadə edir. Sadə insan isə emosiyaları ilə danışır. Sonra da nəticədən şikayət edir. Qaranlıqda döyüş olmaz. Bilmədən mübarizə aparan, itirən adamdır. Qaranlıqda addım atan, yıxılmağa məhkumdur. Ən böyük hakimiyyət beyni idarə etməkdir. Ən güclü rəhbər öz düşüncəsini formalaşdırandır. Ən məhvedici qüvvə cahil kütlədir. Çünki onu yönləndirmək asandır, sadədir və təhlükəsizdir. Sən özünü müdafiə edirsən, əgər bilikdən məhrumsansa, sən müdafiə yox, təslim olacaqsan. Müasir dünyada güc yumruqda deyil. Güc, informasiyanı tapmaqda, seçməkdə, sorğulamaqda və istifadə etməkdədir. Oxu, öyrən, tənqid et, şübhə et, faktları parçala, mənanı çıxar, nəticəni özün yarat. Çünki düşünməyən insan başqasının köləsinə çevrilir. Unutma, həyatda iki yol var. Ya sən öyrənirsən və hökm edirsən, ya da sən öyrənmədiyin üçün sənə hökm edirlər. Seçimin sadədir. Məlumat topla və güclü ol. Yoxsa başqalarının gücünə xidmət edəcəksən.